Birinci sualda deyir ki, AB üzərinə gəlinsin BA, üzərinə gəlinsin CC iki rəqəmli ədədlərinin cəmi 99 olarsa, A, B, C rəqəmlərinin ədədi ortasını tapın. Əvvəlcə şərtdə verilmiş ifadəni sadələşdirək. Biz bilirik ki, AB iki rəqəmli ədədini cəm şəklində belə yazmaq olar. Mərtəbə vahidlərinin cəmi şəklində belə yazmaq olar. 10A üzərinə gəlinsin B. Davam edək, üstə gəlinsin. BA ədədini belə yazmaq olar. 10B üstə gəlinsin A, üstə gəlinsin. CC ədədini isə belə yazmaq olar. 10C üzərinə gəlinsin C bərabərdir 99. Oxşar dəyişənləri toplayaq. 10A ilə 1A toplananda olur 11A üzərinə gəlinsin. 10B ilə 1B toplananda olur 11B üzərinə gəlinsin. 10C ilə də C toplananda olur 11C bərabərdir 99. Ortaq vuruq olan 11-i mötərizə xərcini çıxardaq. 11 vurulsun, A üzərinə gəlinsin, B üzərinə gəlinsin, C bərabərdir 99-a. Daha sonra hər tərəfi 11-ə ixtisar aparaq. Yəni 99-u 11-ə bölək, onda A üzərinə gəlinsin, B üzərinə gəlinsin, C cəmi bərabər olur 9-a. Bizə isə deyir ki, A, B, C ədədlərinin ədədi ortasını tapın. Əgər 3 dənə ədədin ədədi ortasını tapmaq istəyiriksə, onları toplayıb sayına bölmək lazımdır. Yəni A-nın üzərinə B-ni gəlib, üzərinə C-ni gəlib 3-ə bölmək lazımdır. A, B, C-nin cəmi onsuz da 9 idi. 9-u bölürük 3-ə. Deməli, bu ədədlərin ədədi ortası olacaq 3. Misalın da yekun cavabı olacaq 3. İkinci sualda deyir ki, sinifdə 13 oğlan və 12 qız var. Bütün şagirdlər arasından seçilən bir nəfərin oğlan olması hadisəsinin ehtimalını tapın. Ehtimal məsələlərində P bərabərdir. Məxrəcdə bütün şagirdlərin sayı yazılır. Yəni 13 oğlan və 12 qız varsa, deməli ümumiyyətlə sinifdə 25 nəfər var və 25 nəfərin arasından bir nəfər seçəndə mümkün hallar 25 nəfərdir. Yəni 25 müxtəlif hal ola bilər. 25 müxtəlif insan seçilə bilər. Amma bizdən tələb olunan nədir? Oğlan olmasının hadisəsini axtarırıq. Oğlan olma hadisəsinin ehtimalını tapanda surətdə oğlanların sayı yazılır. Yəni 13 yazacağıq. Deməli, ehtimal bərabər olacaq 25-də 13-ə. Və yaxud da bunu onluq kəsir kimi yazmaq olar. Surət və məxrəci 4-ə vursaq, məxrəcdə 100 olacaq. Surəti isə 4-ə vuranda 52 olacaq. Yəni 0,100-də 52 kimi də kodlaşdırılan suallarda yazmaq olar. Üçüncü sualda deyir ki, verilən kəsiri ixtisar edin. Bu yəqin ki, imtahanda qapalı test kimi düşür. Burada vurma əməli var deyə elə x-la x ixtisar gedir. Yalnız qalır A bölünsün B. Sualın da cavabı olacaq A bölünsün B. Dördüncü sualda deyir ki, 5 bölü x bərabərdir y bölü 10 olarsa, x-y hasilini tapın. Tənasübün qaydasına görə çarpaz vura bilərik. Çarpaz x-i y-ə vururuq. X vurulsun y bərabərdir. Çarpaz formada 5-i də 10-a vururuq. Deməli, tənasübdə x-y-in hasili bərabər olacaq 50-yə. Misalın da yekun cavabı olacaq 50. 5-ci sualda deyir ki, 2 eyni boru hovuzun yarısını 3 saata doldurarsa, bir belə boru hovuzun 1/3 hissəsini neçə saata doldurar? Əvvəlcə gəlin adlandırma aparaq. Yazaq. Birinci boru və ikinci boru. Tutaq ki, birinci boru özü tək işləyəndə hovuzu müəyyən bir x saata doldurur. Şərtdə deyir ki, 2 eyni boru. Eyni borudursa, onda ikinci boruda bu hovuzu təklikdə yenə də x saata dolduracaq. Çünki bunlar eyni borulardır. Daha sonra onlar birlikdə, yəni ikisi eyni anda işləyəndə hovuzun yarısını 3 saata doldurublar. Bu o deməkdir ki, biz bu prosesi normalda bizə ədədlər veriləndə necə eləyirdik? 1 bölü x yazırdıq, yəni birinci borunun 1 saata gördüyü iş. Sonra yenə 1 bölü x yazırıq, yəni ikinci borunun 1 saata gördüyü iş. Sonra onları toplayırdıq, çünki bunlar bir yerdə işləyirlər və burada toplama prosesində belə bir ədəd alınır. 2 bölü x. 2 bölü x deyilən ədəd, yəni bunu kənarda yazaq. 2 bölü x deyilən ədəd onların birlikdə 1 saata gördükləri işdir. 1 saata onlar işin 2 bölü x hissəsini görə bilirlər.
və onlar hovuzun yarısını 3 saata doldurublar. Deməli, bunlara 3 saat versək, onlar birlikdə hovuzun yarısını doldurarlar. Hovuzun yarısı da 2də 1 deməkdir. Yəni, kəsr olaraq 2də 1. Yəni, bunu səliqəli yazaq bir də. Hovuzun yarısını, yəni 2də 1 hissəsini 3 saata doldurublar. Bu tənasübdən biz x-i tapa biləcəyik. Çarpaz vuraq. Yəni, 2 böl x-i vurduq 3-ə, bərabərləşdirdik. 1-i vurduq 2də 1-ə. 3 surətə qalxır. 2 vurulur 3 olur. 6 bölünsün x bərabərdir 2də 1-ə. Buradan da çarpaz vurub x-i tapsaq, x bərabər olacaq 6 vur 2-yə, yəni bərabərdir 12-yə. Yəni, tapdıq ki, boruların hər biri təklikdə hovuzu 12 saata doldururmuş. İndi bir belə boru hovuzun 3də 1 hissəsini neçə saata doldurar? Yeni tənasüb quraq. Yeni tənasüb belə qurulacaq. Məsələn, bir boru bütün işi 12 saata görür. Yəni, 12 saata tam işi görür. Bəs görəsən, 3də 1 hissəni neçə saata doldurar? 3də 1 hissə x saat, yəni 3də 1 hissəni neçə saata doldurduğunu bilmirəm. Amma bilirəm ki, tam işi, yəni 3də 3 hissəni və yaxud da 3də 3 əvəzinə 1 də yaza bilər sonra, çünki 3də 3 1 deməkdir. 3də 3 hissəni, yəni tam hissəni 12 saata doldururmuş. 12 saat. Bu tənasübdən də indi biz x-i tapacağıq görək. Əslində x yazmasaq daha yaxşı olar, çünki biz x hərfini artıq məsələnin başlanğıcında işlətmişdik. Yəni onu başqa hərfini adlandıraq. Məsələn, y. 3də 1 hissəni dolduracağı müddət saat y adlandırılsın və y-i belə tapacağıq. Y bərabərdir. Çarpaz vururuq. 12-ni 3də 1-ə vurub, 12 vurulsun 3də 1. Bölürük 3də 3-ə, yəni bölürük 1-ə. 1-ə bölməsək də olar əslində. Və 12-ni 3də 1-ə vuranda cavab olacaq 4 saat. 6-cı sualda deyir ki, A və B nöqtələri arasındakı məsafəni tapın. Biz bilirik ki, iki nöqtə arasındakı məsafəni tapan belə bir düstur var. Deməli, modulda AB bərabərdir, yəni AB arasındakı məsafə bərabərdir. Kök altında nöqtələrdən birinin x-i çıxılsın digərinin x-i, yəni x1 çıx x2, məsələn, -8 çıxılsın -3 mötərizədə kvadratı üzərinə gəlinsin y1 çıx y2, yəni birinin y-i çıxılsın o birisinin y-i. Məsələn, 4 çıxılsın 5 mötərizədə kvadratı. Və kök altında kvadratların cəmini hesablayırıq. Hesablayaq. -8 üzərinə 3 gələcək. -8 üzərinə gəlinsin 3 mötərizədə kvadratı. Üstə gəlinsin 4-dən 5 çıxanda eləyir -1. -1-in kvadratını tapacağıq və kök altında. Davam edək. -8-in üstünə 3 gələndə eləyəcək -5. -5-in kvadratı eləyəcək 25. Üstə gəlinsin. -1-in kvadratı eləyəcək 1. Kök altında. Cavab irrasional ədəd olsa da belə qala bilər. Deməli, bu iki parça arasındakı, iki nöqtə arasındakı məsafə kökdə 26 sm olacaq. 7-ci sualda deyir ki, çoxhədlini vurğulara ayırın. Biz burada müxtəlif üsullardan istifadə edə bilərik. Məsələn, diskriminantla kökləri tapıb sonra vurğulara ayıra bilərik və yaxud da mərkəzi parçalama ilə gedə bilərik. Mən birinci mərkəzi parçalamanı yoxlamaq istəyirəm. Mərkəzi parçalama üsulu deyir ki, kənardakı iki əmsalı, yəni 7 və -4-ü bir-birinə vuranda 7-ni və -4-ü bir-birinə vuranda neçə eləyir? 7 vurulsun -4 bərabər olur -28-ə. Onda ortadakı -12x hissəsini də elə parçalamaq lazımdır ki, onları da vuranda, yəni həmin parçalanan hissələrin əmsallarını da vuranda -28 eləsin. Biz -12x-ə -14x üstə gəlinsin 2x kimi parçalaya bilərik. Çünki bu formada parçalayanda -14 ilə 2-ni də vuranda yenə də -14 vurulsun 2. Yenə də -28 eləyir. Yəni düzgün parçalamışıq. Misalın əvvəlini və sonunu yerinə yazaq. 7x kvadratı, sonda isə çıxılsın 4 bərabərdir. İndi vurğulara ayıracağıq, amma qruplaşdırma metodu ilə. İlk iki həddən 7x-i mötərizə xaricinə çıxardacağıq. Qalacaq x-2.
Son 2 həddən də müsbət 2-ni mötərizə xaricinə çıxardacağıq, qalacaq x minus 2. Daha sonra ortaq mötərizələri, yəni x minus 2-ni mötərizə xaricinə çıxardacağıq, qalacaq 7x üstə gəlinsin 2. Düşünürəm ki, diskriminant metodundansa mərkəzi parçalama metodu daha əlverişli metoddur. Yəni, kənardakı hədlərin əmsallarını bir-birinə vurduq, 7-ni vurduq -4-ə, elədik -28. Onda ortadakı həddi də elə parçalayaq ki, onları da vuranda, onların da əmsallarını vuranda -28 eləsin. Və biz -12x-i, -14x və müsbət 2x deyə 2 hissəyə ayırdıq. Daha sonra 7x kvadratı ilə 14x-i qruplaşdırdıq. 2x ilə də -4-ü qruplaşdırdıq. 7x kvadratı ilə 14x-dan 7x-i mötərizə xaricinə çıxartdıq. Mötərizənin içərisində x minus 2 qaldı. 2x minus 4 ifadəsində də müsbət 2-ni mötərizə xaricinə çıxartdıq. Mötərizənin daxilində x minus 2 qaldı. Daha sonra ortaq mötərizə, yəni x minus 2-ni mötərizə xaricinə çıxartdıq və x minus 2 vurulsun 7x plus 2 ifadəsi yarandı. 8-ci sualda deyir ki, əkob 120-72 bölünsün əbob 120-72 nisbətini hesablayın. Biz bilirik ki, belə bir düstur var. Əkob AB bölünsün əbob AB bərabərdir S-yə. Yəni biz əslində S-ni tapmalıyıq. S isə ortaq olmayan sadə vuruqların hasili deməkdir. Ortaq olmayan sadə vuruqların hasilini tapmaq üçün isə əvvəlcə hər bir ədədi sadə vuruqlara ayıraq. 120-ni 2-yə böldük, 60, 2-yə böldük, 30, 2-yə böldük, 15, 3-ə böldük, 5, 5-ə böldük, 1. İndi isə 72-ni sadə vuruqlara ayıraq. 2-yə böldük, 36, 2-yə böldük, 18, 2-yə böldük, 9, 3-ə böldük, 3, 3-ə böldük, 1. İndi ortaqları dairəyə alaq. 1, 2, digər bir 2 ilə ortaqdır. İkinci 2 yenə ortaqdır. Üçüncü 2 yenə ortaqdır. Üçlərdən də bir dənəsi ortaqdır. Ortaq olmayan nələr qaldı? Ortaq olmayan 1, 5-dir, bir də 3-dür. Onda S bərabər olacaq 5 ilə 3-ün hasilinə. Düzgün də cavab olacaq 15. 9-cu sualda deyir ki, verilən funksiyanın qrafikinin təpə nöqtəsinin ordinatını tapın. Biz bilirik ki, burada verilən funksiya kvadratik funksiyadır. Kvadratik funksiya paraboladır və parabolanın hal-hazırda qolları aşağıya yönəlib. Çünki A parametri mənfidir. Qolları aşağı yönələn bir parabolamız var və onun təpə nöqtəsi var. Təpə nöqtənin isə koordinatları 1, x0 var, bir də y0 var. Bizdən təpə nöqtənin ordinatını soruşur. Yəni nöqtə olaraq x0, y0 nöqtəsidir. Amma bizə y maraqlıdır, yəni ordinatı. Bunun tapılma prosesi belə olmalıdır. Əvvəlcə x0 tapılmalıdır. x0-ın isə hazır düsturu var. Mənfi b böl 2a. Mənfi b böl 2a düsturunu tətbiq edək. Mənfi b, yəni b parametrinin əksi. B-nin əksi mənfi 6 bölünsün, 2 vurulsun. A isə mənfi 3-dür. Biz mənfi 6-nı mənfi 6-ya böləndə elə cavab edəcək müsbət 1. X0-ı tapdıq. Əgər təpə nöqtənin apsisini, yəni x-ini tapmışıqsa, y0-ı tapmaq üçün həmin apsisi, yəni 1-i funksiyada yerinə qoymaq lazımdır. Mənfi 3 vurulsun, 1-in kvadratı, üstə gəl 6 vurulsun 1, üstə gəlinsin 5 bərabərdir. Mənfi 3, üstə gəl 6, üstə gəl 5, yəni üstə gəl 11. Elə 11-dən də 3 çıxanda qalacaq 8. Deməli, təpə nöqtənin ordinatı, yəni y olacaq 8. 10-cu sualda deyir ki, kater 48 km yol gedib qayıtmağa 5 saat vaxt sərf edib. Çayın sürəti 4 km böl saat olarsa, katerin sürətini tapın. Gəlin katerin sürətinə x deyək. Çayın da sürəti olsun 4 km böl saat. Əgər bu yolu gedib və qayıdıbsa və çayın üzərində gedib qayıdırsa, deməli, axın ilə hərəkət edib, sonra da axına qarşı hərəkət edib. Burada əslində fərqi yoxdur, birinci hansıdır. Tutaq ki, birinci axın ilə gedib, sonra axına qarşı gəlib. Axın ilə gedəndə sürətlər toplanır və hərəkət sürəti olur x plus 4. Amma axına qarşı hərəkət eləyəndə sürətlər çıxılır, yəni x-dan, katerin sürətindən çayın sürəti çıxılır və axına qarşı sürət x minus 4 hesab olunur. Daha sonra bu yol 48 kilometrdir.
Yəni 48 kilometr yolu biz həm getmişik, həm də gəlmişik və toplam 5 saat vaxt sərf etmişik. Belə bir düstur var. T bərabərdir S bölünsün V. Yəni yolu sürətə böləndə zamanı verir. Məsələn, tutaq ki, yol 48 kilometrdir. Biz onu bölürük sürətə. Sürət isə axın ilə gedəndə x plus 4-dür. Bu bizə verəcək axın ilə getdiyimiz zaman. Amma 48-i böləndə x minus 4-ə, bu isə geri qaydanda axına qarşı sərf etdiyimiz zamanı verir bizə. Bu zamanları toplayanda ümumi yola sərf etdiyimiz zamanı tapacağıq, yəni 5 saat. Və belə bir tənlik alınır. Bir daha təkrar edirəm. 48 kilometr yoldur. X plus 4 axın ilə sürətdir. X minus 4 axına qarşı sürətdir. 48-i x plus 4-ə böləndə axın ilə getdiyim, yola sərf etdiyim zamanı tapıram. 48-i x minus 4-ə böləndə axına qarşı getdiyim, yola sərf etdiyim zamanı tapıram. O zamanları toplayanda isə ümumi toplam zaman, yəni 5 saat alınır. Bu tənliyi həll edəndə ortaq məxrəcə gətiririk. Ortaq məxrəc x minus 4 ilə x plus 4-ün hasil olacaq. Tamamlayıcı vuruqları yazaq. Birinci kəsrin tamamlayıcı vuruğu x minus 4, ikinci kəsrin tamamlayıcı vuruğu x plus 4-dür. Tamamlayıcı vuruqları vurub sürətə köçürdək. 48x çıxılsın 48 vurulsun 4, üstə gəlinsin 48x, üstə gəlinsin 48 vur 4. Bərabərdir 5-ə. Surətdə 48 vur 4 ifadəsinin həm müsbəti, həm də mənfisi olduğuna görə onlar islah gedir. 48x ilə 48x toplananda olur 96x bölünsün. Məxrəcdəki ifadə kvadratlar fərqi düsturudur. X kvadratı çıx 16 kimi yazıla bilər. Bərabərdir 5-ə. Çarpaz formada vuraq. 5x kvadratı çıxılsın 5-i 16-ya vuranda 80 bərabərdir 96x-a. Hər şeyi sola keçirdək, kvadratik tənlik alınsın. 5x kvadratı çıxılsın 96x çıxılsın 80 bərabərdir 0. Təbii ki, bu tənliyi biz diskriminantla həll edə bilərik. Amma mən tövsiyə edirəm ki, gəlin bunu mərkəzi parçalama ilə vuruqlara ayıraq. Bir əvvəlki misalda deyəsən mərkəzi parçalama metoduna onsuz da baxmışdıq. Deməli, əmsallara baxaq. A parametri 5-dir, C parametri -80-dir. Məsələn, 5-i vuranda -80-ə eləyir -400. Onda biz ortadakı -96 sözünü, -96 ədədini elə parçalamalıyıq ki, onları da vuranda -400 eləsin. Bu isə belə ola bilər. Məsələn, -100 və 4. Həqiqətən -100 və 4-ü vuranda -400 eləyir. Və -100x və müsbət 4x kimi parçalasaq, -100x və müsbət 4x kimi parçalasaq, onlar islah gedəndə onsuz da -96x qalır. Sol tərəfdəki 5x kvadratı ilə sağ tərəfdəki -80-i də olduğu kimi köçürtdüm. İndi vuruqları ayırıram qruplaşdırma metodu ilə. İlk iki əddən 5-i mötərizə xaricinə çıxardıram, hətta 5x-i. İçəridə qalır x minus 20. Son iki əddən də müsbət 4-ü çıxardıram mötərizə xaricinə. İçəridə qalır x minus 20 bərabərdir 0. Daha sonra ortaq mötərizə x minus 20-ni mötərizə xaricinə çıxardıram. Qalır 5x plus 4 bərabərdir 0. Hasil nə zaman 0 ola bilər? Vuruqlardan biri 0 olanda. Ya soldakı mötərizə 0-dır, ya da sağdakı mötərizə. Soldakı mötərizəni 0-a bərabərləşdirəndə x kökü 20 olacaq. Sağdakı mötərizəni 0-a bərabərləşdirəndə 4 sağa keçib 5-ə bölünəcək, -5/4 eləyəcək. İndi özümüzə sual verək. Biz x-i nəyə demişdik? Katerin sürətinə. Katerin sürəti -5/4 ola bilərmi? Təbii ki, xeyr. Sürət mənfi olunur. Onda düzgün cavab olacaq. X bərabərdir 20 km bölünsün saat. Katerin sürəti olacaq 20 km bölünsün saat. 11-ci sualda deyir ki, düzbucaqlı paralelipipedin oturacağının tərəflərini 6 dəfə azaldıb, hündürlüyünü 3 dəfə artırsaq həcmi necə dəyişər? Paralelipipedin həcm düsturu V bərabərdir A vurulsun, B vurulsun, C-dir. A eni, B uzunluğu, C isə hündürlüyüdür. Əgər biz oturacağın tərəfini 6 dəfə azatsaq, hər bir tərəfini 6 dəfə azatsaq,
Yəni A-nı da azaldırıq 6 dəfə, B-ni də azaldırıq 6 dəfə. Amma hündürlüyü 3 dəfə artırırıq. Hündürlüyü, yəni C-ni artırırıq 3 dəfə. Azaltmaq deyəndə 2 dəfə yan-yana 6 dəfə azalma baş verirsə, bunun mənası odur ki, toplamda 36 dəfə əslində azalmışdı. 36 dəfə azalmışdı. Amma daha sonra burada artımda var deyə 3 dəfə 36 dəfə azalan bir ədədi 3 dəfə artıranda yekunda yenə azalmış olur. Amma 12 dəfə azalmış olur. 12 dəfə azalmış olur. Deməli, misalın yekun cavabı olacaq 12 dəfə azalıb. 12-ci sualda deyir ki, düzbucaqlının uzunluğu 12 cm, diaqonalı 13 cm olarsa enini tapın. Biz bilirik ki, düzbucaqlı deyilən fiqurun eni uzunluğu və diaqonalı deyilən elementlər var əsas. Tutaq ki, eni A-dır, uzunluğu B-dir, diaqonalı da D hərfidir. Şərtdə verib ki, uzunluğu 12-dir, B 12-dir, diaqonalı 13-dür, D 13-dür və enini soruşur, A bərabərdir sual. Burada biz Pifaqor teoremini tətbiq edirik. Yəni A kvadratı ilə 12-nin kvadratı cəmi hipotenuzun, yəni 13-ün kvadratını verməlidir. Bu da məşhur Pifaqor üsullərdir. 5, 12, 13. Yəni A bərabərdir 5 olanda bu düzbucaqlının qiymətləri ödənilir. 13-cü sualda deyir ki, ABC üçbucağında AC tərəfinin uzunluğu 10-a bərabərdir. Şəklin üzərində AC tərəfinin uzunluğunu 10 cm qeyd elədik. BK parçasının uzunluğu isə 5-ə bərabərdir. BK-nı biz sadəcə olaraq şəklin üzərində qalın xətlə göstərir ki, bu qalın xəttin uzunluğu 5-ə bərabərdir. Daha sonra ABSK dördbucaqlısının sahəsini tapın deyir. ABSK dördbucaqlısı, yəni ştrixlənən ərazini tapın deyir. Biz nə edəcəyik? Gəlin burada K-dan D-yə qədər olan hissəyə də özümüzdən bir X hərfi deyək. Olsun ora X. Daha sonra məntiqən ştrixlənmiş ərazini tapmaq üçün böyük üçbucağın, yəni ABC üçbucağının sahəsini tapmaq lazımdır. Deməli, S üçbucaq ABC-ni tapmaq lazımdır və ondan AKS üçbucağının sahəsini çıxmaq lazımdır. S üçbucaq AKS. Əgər böyük üçbucaqdan ağ rəngdə olan AKS üçbucağının sahəsini çıxsaq, S ştrixlənmiş ərazini tapacaq. Yəni ki, ABSK dördbucaqlısının sahəsini tapacaq. İndi üçbucaqlarda ən məşhur düsturlardan biri belədir. 2-də 1 AH. S bərabərdir, kənarda yazıram. S bərabərdir 2-də 1 AH. Yəni, tərəfə çəkilmiş hündürlük hasilinin yarısı. Biz böyük üçbucağın sahə düsturunu quranda, yəni ABC üçbucağının sahə düsturunu quranda 2-də 1 vurulsun, tərəf olaraq 10 cm götürəcəyik. Amma hündürlük olaraq 5 üstə gəl X ifadəsini götürəcəyik. Çünki ABC üçbucağında oturacağı, yəni AC-yə çəkilmiş hündürlük 5 ilə X-in cəmidir. Bu belə çıxılsın. AKS üçbucağında isə, yəni ağ rəngdə üçbucaqda sahəni tapanda 2-də 1 vurulsun, tərəf olaraq yenə 10 götürəcəyik. Amma hündürlük olaraq bu dəfə X götürəcəyik. Çünki göy rəngdə hündürlükdür, ağ rəngdə üçbucağın hündürlüyü. Bərabər olacaq ştrixlənmiş sahəyə. Gəlin indi biz bunu sadələşdirək. Sol tərəfdə 2-də 1-i 10-a vuranda eləyəcək 5. 5-i də mötərizənin daxilinə vuranda eləyəcək 25. Üstə gəlinsin 5X çıxılsın. 2-də 1-i 10-a vuranda 5 eləyir. 5-i də X-a vuranda eləyəcək 5X bərabərdir. Burada 5X-lar islah gedəcək və misalın cavabı qalacaq 25. Deməli, ştrixlənmiş sahə elə 25 imiş. 14-cü sualda deyir ki, tərəfləri 10, 12, 14 olan üçbucağın tərəflərinin orta nöqtələrinin birləşməsindən əmələ gələn üçbucağın perimetrini tapın. Çox sadə bir sualdır. Əvvəlcə bir üçbucaq çəkək. Bu üçbucaqda tərəflər 10, 12, 14-dür. Məsələn, tutaq ki, sol tərəf 10-dur, sağdakı tərəf 12-dir, aşağıdakı tərəf isə 14-dür. Bu üçbucağın tərəflərinin orta nöqtələrini seçək əvvəlcə və onları birləşdirək.
Qırmızı parçaları birləşdirəndə bir üçbucaq yaranır və yeni yaranan üçbucağın perimetrini istəyir bizdən. Bu çəkdiyimiz qırmızı parçalar əslində orta xətlərdir. Niyə orta xətlərdir? Çünki biz tərəflərin ortasını birləşdirmişik. Tərəflərin ortasını birləşdirəndə orta xətlər əslində yaranmış olur. Və orta xəttin belə bir qaydası var. Orta xətlər qarşıdakı tərəfin yarısına bərabərdir. Məsələn, yuxarıdakı orta xət 14-ün yarısıdır, yəni 7-dir. Sağdakı orta xət 10 cm-in yarısıdır, yəni 5-dir. Soldakı orta xətt isə 12-nin yarısıdır, yəni 6-dır. Və perimetr bərabər olacaq 7 üstə yenilsin 6 üstə yenilsin 5. Bu isə bərabər olacaq 18-ə. Və yaxud da belə bir qayda yadımızda saxlaya bilərik. Əgər üçbucağın orta nöqtələrini birləşdirməklə yeni bir üçbucaq yaranırsa, onun perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Diqqətlə baxsanız, 10, 12 və 14-ü toplayıb biz yarıya bölsək, yenə də düzgün cavabı alacaqdıq. 10, 12, 22, 22 üstə 14 eləyir 36. 36-nı da 2-yə böləndə yenə də 18 alınır. Yəni, hansı metodla istəsəniz tapa bilərsiniz. 15-ci sualda deyir ki, A 15-in bölənləri çoxluğu, B isə 12-dən kiçik sadə ədədlər çoxluğudur. Gəlin onları quraq. A çoxluğunu onda daxil olan ədədlər hansılardır? 15-in bölənləri 1, 3, 5 və 15. Yəqin ki, natural bölənləri nəzərdə tutur. B isə 12-dən kiçik sadə ədədlər çoxluğudur. 12-dən kiçik sadə ədədlər hansılardır? 2, 3, 5, 7, 11. Və bizə deyir ki, bu çoxluqların kəsişməsini tapın. A kəsişsin B. Ortaq elementlər. Ortaq 3 var, ortaq 5 var, başqa ortaq yoxdur. Ona görə kəsişmə olacaq 3 ilə 5. Kəsişmədə olan element sayı olacaq 2. Amma bizdən kəsişmənin özünü istəyir. Cavab olacaq 3 və 5. 16-cı sualda deyir ki, Kamilin 90 manat pulu var idi. O pulunun 10%-nə dəftər aldı. Kamilin nə qədər pulu qaldı? Əgər dəftərə pulumun 10%-ni xərcləmişəmsə, deməli yerdə qalıb pulumun 90%. Ya birbaşa 90 manatın 90%-ni tapırıq, yerdə qalanı tapmaq üçün. Bu zamanda 0-dan 0, 0-dan 0 ixtisar gedir, 9 da 9-a vurulur, 81 manat qalır. Ya da dəftərə xərclədiyim pulu tapıram, yəni 90 manatı vururam 10%-ə və tapıram ki, dəftərə nə qədər pul vermişəm. 0-dan 0, 0-dan 0 gedir, qalır 9 manat. 9 manat xərcləmişəm. Sonra da 90 manatdan çıxıram həmin o 9 manatı, yerdə qalır 81 manat. Ya birbaşa 90%-i tapa bilərsiniz, ya da 10%-i tapıb ədəddən çıxa bilərsiniz. 17-ci sualda deyir, O mərkəzli çevrədə MON 36 dərəcədir. MN qövsünün dərəcə ölçüsünü tapın. Şəkildə biraz hərflərin yeri sürüşüb, amma məncə anlaşılandır. Deməli, MON bucağı burada göstərirəm. Bu bucaqdır və onun dərəcəsi 36 dərəcəyə bərabərdir. Və bizdən soruşur ki, MN qövsünü tapın. Qarşıdakı qövsü soruşur. Belə bir qayda var. Əgər mərkəzi bucaq 36 dərəcədirsə, qarşıdakı qövs də 36 dərəcə olacaq. Deməli, sualın cavabı ilə 36 dərəcə. 18-ci sualda deyir ki, verilən ifadəni hesablayın. Mənfi 2 vurğu hələ ki çöldə gözləsin. Kökün altındakı ifadəni mən tövsiyə edirəm belə yazaq. 121 bölünsün 100. Çünki 121-i 100-ə böləndə 1,21 edir. Üstə gəlinsin 3,6. Adətən şagirdlər kəsr ədədlərin kökünü tapmaqda çətinlik çəkir, amma belə yazanda fikir versəniz asan bir ifadə yaranacaq. Mənfi 2 vurulsun. 121-dən çölə elə birbaşa 11 çıxır. 100-dən isə çölə 10 çıxır. Üstə gəlinsin 3,6. Deməli, biz 121-dən çölə 11 çıxartdıq, 100-dən çölə 10 çıxartdıq və mənfi 2 vurulsun 11 bölünsün 10 hissəsində 11-i 10-a böləndə eləyəcək 1,1. Üstə gəlinsin 3,6. 1,1-i mənfi 2-yə vuranda eləyəcək mənfi 2,2. Üstə gəlinsin 3,6. 3,6-dan da əslində biz çıxmalıyıq 2,2-ni. Bu da eləyəcək 1,4.
Deməli, misalın yekun cavabı olacaq 1,4. 19-cu sualda deyir ki, tənliklər sistemindən x minus y fərqini tapın. Tənlik o qədər sadədir ki, tərəf-tərəfə toplayanda 3y-lər hal-hazırda islah gedir. Sol tərəfdə x-lar 6x olur. Sağ tərəfdə də ədədləri toplayanda 24 olur. X-i buradan tapanda 24-ü 6-ya bölürük, 4 eləyir. Sonra x-i aparıb birinci tənlikdə yerinə qoyuruq. 4 vurulsun, 4. Üstə gəlinsin, 3y bərabərdir 10-a. 4-ü 4-ə vuranda eləyir 16. 3y qalır solda, 10 çıx 16. Yəni 16 sağa keçir, mənfi 16 olur. 3y bərabər olur mənfi 6-ya. Y də bərabər olur mənfi 2-yə. Y-i tapdıq, x-i tapdıq. Bəlkə də şagirdlərin ən çox səhv elədiyi yerlərdən biri buradır. X çıxılsın, y deyir. Yəni x-dan y çıx. X 4-dür, çıxıram, y mənfi 2-dir. 4-dən çıxanda mənfi 2 toplama olur. 4 üstə gəlinsin 2 olur. Cavab deyilir yekunda 6. Deməli, misalın yekun cavabı olacaq 6. 20-ci sualda deyir ki, A ədədi 4,7-də 3, B ədədi isə 2,7-də 4 olarsa, verilən ifadənin qiymətini hesablayın. Təbii ki, biz bu kəsr ədədləri birbaşa aparıb ifadədə yerinə qoymayacağıq, çünki elə qəliz olur. Diqqətlə baxsanız, misalın ilk 3 həddi müxtəsər vurma düsturudur və belə yığıla bilir. A üstə gəlinsin, B-nin mötərizə kvadratı üstə gəlinsin. Misalın növbəti 2 həddi isə elə yazılıb ki, ortaq vurğu mötərizə xaricdən çıxartma olur. Biz 3-ü mötərizə xaricinə çıxardırıq, mötərizənin daxilində A üstə gəl B qalır. İndi kənarda A üstə gəl B-ni tapaq. Çünki A üstə gəl B-ni tapmaq daha rahatdır. A üstə gəl B bərabərdir 4,7-də 3-ün üzərinə 2,7-də 4 gəlirik. 4 ilə 2-ni toplayanda eləyir 6 tam. Kəsr hissələri toplayanda eləyir 7-də 7. 7-ni 7-yə böləndə 1 elədiyi üçün o 1 6-ya əlavə olunur, olur 7 tam. Yəni 7 tam alanda A ilə B-nin cəmi. İndi A ilə B-nin cəminə 7 yazaq. Yəni 7-nin kvadratı üstə gəlinsin, 3 vurulsun 7. 7-nin kvadratı eləyir 49, üstünə gəlirik 3 vur 7 eləyir 21. 49-un da üstünə 21 gələndə eləyəcək 70. Deməli, misalın yekun cavabı olacaq 70. 21-ci sualda deyir ki, A xətti B xəttinə, C xətti də D xəttinə paraleldir, x-i tapın. Belə şəkillərdə adətən tezbazar belə də yazmaq olar. 110 dərəcə kör bucaqdır. 2x plus 10 yazılan yeri iti bucaqdır. İti ilə körün cəmi 180 olmalıdır. Yəni tənli qrup 2x plus 10. Yəni itinin üzərinə gəldim kör bucağı, yəni 110 dərəcəni bərabərləşdirdim 180 dərəcəyə. 2x bərabərdir. 10 ilə 110 toplanıb 120 olmuşdu və keçmişdi sağa. 180-dən 120-ni çıxdıq. 2x bərabərdir 60-a, x də bərabərdir 30 dərəcəyə. Əslində misalın cavabını tapdıq, x 30-dur. Amma niyə belə olduğuna baxaq. Məsələn, 110 keçdi qarşılıqlı bucağa. Göy rəngdə yazdığım yerdə oldu 110 dərəcə. Daha sonra 110 dərəcə daxili bir tərəfli kimi yaşıl rəngdən qeyd elədiyim bucağa keçdi. Daxili bir tərəfli bucaqların cəmi 180 olduğuna görə yaşıl olan hissə olacaq 70. 70 yazdığım yaşıl hissə ilə növbəti yaşıl rəngdə qeyd elədiyim hissə uyğun bucaqlardır. Yəni bir-birinə bərabərdir. Onda elə 2x plus 10 elə bərabər olmalıdır 70-ə. 2x bərabər olacaq 70-dən 10 çıxdıq elədi 60. X də bərabər oldu 30-a. Yəni çox müxtəlif üsullarla bunu tapmaq mümkündür. Yekun cavab olacaq 30. 22-ci sualda deyir ifadəni vurğulara ayırın. Yəqin ki, burada ortaq vurğu mötərizə xaricinə çıxardacağıq. 8 və 2 rəqəmlərinə baxanda ortaq vurğu 2-dir. Yəni ədədlərdən 2 çıxır çölə. C kvadratı solda var, amma sağda yoxdur. Y solda da var, sağda da var. Ona görə bir dənə Y mötərizə xaricinə çıxa bilər. Vurulsun. 8-dən 2 qopardanda yerdə ədəd olaraq 4 qaldı. C kvadratı içəridə qalıb, çünki C kvadratı ortaq vurğu kimi çölə çıxmamışdı. Y də tamamilə çölə çıxmışdı. Çıxılsın. 2 ədəd olaraq çıxıb mötərizə xaricinə. D kvadratı çölə çıxmayıb, içəridə qalıb. Y kubundan isə 1 Y çölə çıxmışdı. Ona görə Y-in kvadratı içəridə qalmışdı.
Yəni y-dən 3 dənə idi, biri çölə çıxıb, ikisi içəridə qalıb. Misala davam edirik. 2y mötərizə xaricində qalır. Mötərizənin daxilində yazılan ifadə kvadratlar fərqi düsturudur. Sol tərəfdə yazılan 4s kvadratı 2s-nin kvadratıdır. Sağ tərəfdə yazılan hissə isə, yəni d kvadrat y kvadratı, dy sözünün kvadratıdır. Onda kvadratlar fərqi ilə belə vuruqlara ayırmaq olar. 2s çıxılsın dy və 2s üstə gəlinsin dy. Belə cavab varmı? 2s çıxılsın dy, 2s üstə gəl dy. Bəli, cavab olacaq A variantı. 23-cü sualda deyir ki, çevrə daxilində AK və CD vətərləri B nöqtəsində kəsişir. Gəlin əvvəlcə bir çevrə şəkli çəkək və onun daxilində 2 vətər çəkək. Məsələn, bu bir vətər, adı olsun AK. Bir dənə də başqa bir vətər çəkək. Məsələn, bu da olsun CD vətərləri B nöqtəsində kəsişir. Kəsişmə nöqtəsində adı olsun, məsələn, B. CB 2-dir. CB yazdıq 2. BD 5-dir. BD yazdıq 5. AB 2,5-dir. AB yazdıq 2,5. BK-nın uzunluğunu tapın. BK-ya da yazdıq x. Belə bir qayda var çevrədə. Qarşı-qarşıya duranların hasilləri bərabər olmalıdır. Yəni 2 ilə 5-in hasili bərabər olmalıdır 2,5 ilə x-in hasilinə. Yəni 2,5x bərabər olur 10-a. 2,5-i nəyə vuranda 10 eləyir? X bərabərdir 10 bölünsün 2,5. X bərabər olacaq 4-ə. Deməli, burada əsas istifadə olunan qayda çevrə daxilində 2 vətər kəsişən zaman üzbəüz duran hissələrin hasilləri bərabər olur. Bu qayda idi və misalın cavabı olacaq 4. 24-cü sualda deyir ki, tənliyi həll edib x-i tapın. Biz görürük ki, 2 mötərizənin hasili 0-a bərabərdir. 2 mötərizənin hasili nə zaman 0-a bərabər ola bilər? Vuruqlardan biri 0-a bərabər olanda. Ya x üstə gəlinsin 3 0-a bərabərdir, ya da 2 üstə gəlinsin 1 böl x plus 3 0-a bərabərdir. Əslində sol tərəfdə x bərabərdir mənfi 3 kökü alınır. Amma ola bilsin ki, biz bu kökü düzgün cavab kimi götürməyəcəyik. İndi sonda bankda danışacağıq. İndi sağ tərəfə həll eləyək. 2 keçdi sağa, 1 böl x plus 3 bərabər oldu mənfi 2-yə. Daha sonra çarpaz vurduq, mənfi 2-ni məxrəcə. Mənfi 2x çıxılsın 6 bərabər oldu 1-ə. Daha sonra mənfi 6 keçdi sağa oldu, mənfi 2x bərabərdir 7-yə. Və x-i tapmaq üçün 7-ni böldük mənfi 2-yə, elədi mənfi 3,5. Biz hal-hazırda əslində 2 dənə kök tapmışıq. Biri mənfi 3-dür, biri mənfi 3,5. Amma ikinci mötərizənin daxilində məxrəcdə x-3 söz yazılıb. Və biz mənfi 3-ü x-in yerinə yazanda məxrəcə 0 düşür. Riyaziyyatda məxrəcə 0 düşə bilməz. Çünki 0-a bölmə qaydası yoxdur. Ona görə də x bərabərdir mənfi 3 cavabını götürməyəcəyik. Bu tənliyin yeganə kökü var, o da x bərabərdir mənfi 3,5. 25-ci sualda deyir ki, 2 ədədin hasilində birinci vuruğun 9-a bölünməsindən alınan qalıq m-dir. İkinci vuruğun 10-a bölünməsindən alınan qalıq n-dir. M üstə gəl n cəminin 5-ə bölünməsindən alınan qalığı tapın. Bu verilən hasildə birinci vuruq, burada biz indi ədədlə qeyd eləyəcəyik, işarə ilə qeyd eləyəcəyik. Birinci vuruq budur. İkinci vuruqda qırmızı qələmlə qeyd eləyək, budur. Deyir ki, birinci vuruğun 9-a bölünməsindən alınan qalıq m-dir. 9-a bölünmə qaydası rəqəmlərinin cəminin 9-a bölünməsidir. Gəlin rəqəmlərin cəminə baxaq. 5 üstə gəlinsin 6, üzərinə gəlinsin 7, üzərinə gəlinsin 4, 3, 9 və 2. Rəqəmlərin cəminə baxaq. 5 üstə gəl 6, 11, 11 üstə gəl 7, 18, 18 üstə gəl 4, 22, 22 üstə gəl 3, 25, 25 üstə gəl 9, 34 və 34 üstə gəl 2, eləyəcək 36. Və mənə deyir ki, 9-a bölünmədən alınan qalıq m olarsa, rəqəmlərin cəmi 36 elədir və 36 9-a bölünür. Yəni qalıq qalmır. Onda belə çıxır ki, birinci ədəd 9-a qalıqsız bölünür. Və yaxud da deyə bilərsiniz ki, qalıq bərabərdir 0-a. Bunu qoyduq kənara. İndi keçək ikinci ədədə. İkinci ədədin deyir 10-a bölünməsindən alınan qalıq n-dir. 10-a bölünmə qaydası sonu 0-la bitməlidir.
İndi həmin ədədin, yəni ikinci ədədin sonu 0 ilə bitməyib, 8 ilə bitib. Deməli, ona bölünmədə qalıq olacaq 8. Deməli, biz m-i də tapdıq. M oldu 0. N-i də tapdıq. N də oldu 8. İndi bizə deyir ki, m ilə n-i topla. M ilə n-i topladıq. M üstəgəl n, yəni 0 ilə 8-i topladıq elədi 8 və bu ədədin 5-ə bölünməsindən alınan qalığı tap. 8-i də böləndə 5-ə 1 tam düşür, amma bizə lazım olan qalıqdır. Qalıq olacaq 3. Deməli, misalın yekun cavabı olacaq 3.